Ceyranbatan su anbarı, Bakı şəhəri və ətraf qəsəbələri, eyni zamanda Abşeron yarımadasının əhəmiyyətli hissəsini içməli su ilə təmin edən məhz bu anbardır. Bəs bu süfrələrimizə gələnə qədər hansı mərhələlərdən keçir? Bugün biz bunu öyrənəcəyik. Ceyranbatan su anbarından su yeraltı borular vasitəsilə mexaniki süzgəc binasına ötürülür və buradan belə deyək ələkdən keçirilir. Məhz bu filtr qurğuları vasitəsilə suyun tərkibində olan 3 mm və daha yuxarı həm su canlıları, eyni zamanda digər yad cisimlər burada saxlanılır və su daha sonra isə xam su anbarına ötürülür. Ceyranbatan su anbarında canlılar yaşayır, balıqdır, yosundur, ilkin gələn su ilə bunlar da daxil olur. Bu da həmin o canlıları, 3 mm-in üstündə olan canlıları saxlayır. Avtomatik olaraq yuma prosesini özü icra edir, yəni gözləri tutulduğunca özü-özünü yuyaraq təmizləyir, yenidən işə salınır. Xam su anbarından su əsas süzgəc binasına ötürülür və burada yenidən su filtrdən keçirilir. Məhz bu qurğular vasitəsilə 2 mm-ə qədər olan cisimlər saxlanılır və su emal olunmaq üçün binanın əsas hissəsinə yönləndirilir. Xam su daha sonra növbəti dəfə filtrdən keçmək üçün modul tipli filtrlərə yönəldilir. Bax, bu qurğular vasitəsilə növbəti dəfə süzülür. Qeyd edim ki, bu qurğuların hər birinin içində təxminən 3000 bax belə liflər yerləşdirilib. Təxminən iynənin ucu qədər yer var içərisində və su buradan keçirilir. Buradan keçdikdən sonra isə su artıq istifadəyə yararlı olur. Biz süzgəçlərin 5 il ömrü bitdiyinə görə onları dəyişməklə məşğuluq hal-hazırda. Bu da ki, yay üçün hazırlıq işlərimizi görürük ki, əhalinin su təminatında heç bir sıxıntı olmasın. Suyun keyfiyyətinə nəzarət edirik, daimi 24 saat. Hər su nümunələri toplanır, gəlir, bizim laboratoriyada müayinə olunur, keyfiyyətinə nəzarət olunur, kimyəvi müayinələr aparılır, eyni zamanda bakterioloji müayinələr aparılır. Suyun tərkibində olan bağırsaq çöplərinin təyini, bakteriya, virus, bunların təyinini eləyirik. Onu da əlavə edeyim ki, filtrlərdə hər saatda bir dəfə geri yumalar həyata keçirilir. Bu zaman yaranan çirkli su isə bax belə borular vasitəsilə Qumyataq gölünə yönəldilir və orada isə suvarma və digər texniki məqsədlər üçün istifadə edilir. Orcu müəllim, zaman-zaman sosial şəbəkələrdə də belə bir məlumatlar paylaşılır, video görüntülər də paylaşılır ki, Ceyranbatan su anbarına qurun suları və digər sular da axıdılır. Bu nə dərəcədə reallıq əks etdirir? Ceyranbatan su anbarının əsasən mühafizə zolağı var. O mühafizə zolağının hasarının daxilində Ceyranbatan gölündən təqribən 50-100 metr kənarda dairəvi formada göl ətrafı bir kanal qazılıb. O kanal vasitəsilə əgər qurun suları belə, nəsə çirkli sular düşməli olsa belə o kanallara daxil olur. O kanal vasitəsilə də çirkəf su gölməçəsi deyilən bir əraziyə toplanır. Nasoslar vasitəsilə kanalizasiya təmizləyici qurğulara ötürülür. Yəni belə halların olması qeyri-mümkün olan hallardır. Çünki onun mühafizəsindən başqa onun qorunma zonası da var. Gölün özünün sırf qorunması üçün xüsusi bir zolaq da var. Hansı ki, o zolaqdan heç nə ora daxil ola bilməz. Bu qeyri-mümkün olan işlərdir.